Kardeşler, kim deyir ki Azərbaycanda uşaq pulu verilmir, sosial yardım verilmir? Verilir, biz görmürük. Bu ne deyirlər, gözə görünməz uşaq pulu. Bizdə uşaq pulu ilə alimentin pulunun sözlərində dəyişiklik olub, bir bağlaca. Yəni elə yaradıblar ki, uşaq pulunu elə uşağın öz atası verir. And olsun Allah, necə ki bu bəzi qaçqınlar 4-5 dənə ev almaq üçün bir-birlərindən boşanırdılar. Bu da odur. Hələ bir ki iPhone 16 ilə 17-nin fərqi kimi bir şeydir bu. Bu belədir. Valla tam səmimi deyirəm Quran haqqı. Uşaq pulu yapışıblar bu Sahil Babayevin qalustukundan uşaq pulu. Necə versin? Gerək ona da versinlər ki, o da paylasın da uşaq pulu. Ay qardaş, başıva dönüm. Əgər iş gördürən adam pul vermirsə, bu prorab işçiyə hardan pul versin? Məcburdur ki, gözün dögə-dögə baxsın fəhliyə də, gerək oradan pul alsın. Sonra versin. Bu da eyni bir şeydir. Bir aliment nədir ki, onu da biz uşağa düzgün yedirdə bilmirik. Alimentin pulun uşaqdan başqa bütün nəsil yiyir. Bir də görürsən, nənə xınayaqdıya getdi uşaq pulu ilə, həmən o alimentin pulu ilə. O alimenti verən kişi də yazıq daş qaldırmaqdan da babasili çıxıb, nənə biri toy eləyir, biri bayram eləyir, uşaqdan başqa hamı kef eləyir. Bu uşaq yazıqda dar küçədə oturub, məhəllədə uşaqlar sürən velosipetin dalıyıca belə həsrətlə baxır. Mən də oturmuşam, siqaret çəkirəm, deyirəm tüpürüm dünya, vay ədalət. Hardasan? Yoxdur, ədalət nə gəzir? Hardadır ədalət? Uşaq qalıb məhəllədə onun uşağının sürdüyü velosipetin dalıyıca. Nənə də özü üçün kayf eləyir uşağın aliment pulusu ilə. Və ona görə deyirlər də, gəlinə ki, boşan gəl otur evdə. Güya o gəlinin iki gözünə, qaşına aşiq olublar. Mən də alırdım uşaq pulu o vaxtı. Anam rəhmətə getdiyi üçün sosial alırdım. Hələ o anamın görünə and olsun, mən o kartın üzünü görmədim. O atam Şabranda nə qədər market var, qoydu kartı o marketlərə.